Sən tutaq ki, Sərdar Cəlaloğlu, siz də bloka dediniz. Reaksiya TV-də bizim çox kəskin toqquşmamız oldu. Yəni, jurnalist nə dedi? Mən sual verdi ki, Sərdar Cəlaloğlu deyir ki, Əli Kərimli, o bilir də mən bir blokda yaşayıram, Əli Kərimli ilə Ramiz Mehdiyev burada eyni blokda yaşayır. Yəni, orada güya əməkdaşlıq edirlər. Mən də o binaya, elə ki, prezident aparatından almışam da bina. Bu mərkəzdəki Nəsimi rayonunda olan, polis bölməsinin yanında olan evdən gedir. Köçmüş şeydə, Qoraddelin böyründə. Bəli, bəli. Keçmiş köhnə Qoraddelin böyründə. Yəni, o prezident aparatının binasıdır. Yəni, ilk təhvil verilibdir, ilk orada yaşayan adam mən olmuşam. Yəni, məndən sonra, bir il sonra başlayıblar orada yaşayış gəlməyə. O cümlədən Əli Kərimdə təxminən mən yaşayandan bir il yarım sonra gəldi orada yaşadı. Ramiz Mehdiyev də gəlibmi o binaya? Yox, yalandır da. Dediyim odur ki, yəni ağ yalan. Tutaq ki, mən görürəm ki, mən bu binada təkirəmdə yaşayıram. Yəni, sən necə insan bu qədər ağ yalan deyə bilər, şər və böhtan deyə bilər? Və yaxud da təsəvvür elə, həmin elə debatda, təsəvvür elə adamın, yəni, özünü dindar kimi qələmə verir da, dini adam kimi qələmə verir. Yəni, bunun da ondan xəbərsiz də deyil də, yalançı Allahın düşmənidir. Fikrindən ən azı xəbərsiz də adam deyil. Mənim üzbəüz gözümün içinə deyir ki, güya mən o vaxt həbs ediləndə, həmin debatda, güya mən bu həbs ediləndə, buna müstəntiqlər deyibdir ki, mənə geçsinlər xəstəlik kağızı çıxarsınlar. Bu da gediblər bunun yanına, bu da təşkil eləyibdir, mənə əlillik kağızı çıxardıblar, mən bu cür türmədən çıxarıb. Halbuki mən həmin vaxt həbs edəndə 6 ay müddətində ümumiyyətlə mənim ailə heç kəs bilməyib ki, mən hardayam, sağam, ölmüşəm və KGB təsəvvür elə, məni Sovet imperiyasına qarşı mübarizə aparan adama KGB sifariş verir ki, demək belə çıxır ki, mən əliləm də, mən əlilliyimə görə məni buraxıblar. Yəni, adam bu qədər həyasızcasına ağ yalan danışır. Məqsəd nədir məsələn bu məsələdəki xətt nəyi göstərir sizin? Adam şər ata demə utanmır da, adamda vicdan olmayanda. Bax, mən 37-ci ilin... Biz ağır sözlərdən istifadə etməyək və mən Möhtəzə Hakim bir məqamı deyim ki, Sərdar Cəlaloğlu da, mən zəng deyəcəm indi, özü də istədiyi vaxt efirə qoşula bilər, özünlə bağlı deyilən fikirlərə aydınlıq gətirməsi üçün. Ramiz Mehdiyev neçə il bu ölkəyə? 30 ilə yaxın hökmranlıq edib, elə deyil. Bütün bu günləri hakimiyyətdə olanların böyük əksəriyyəti bunun təyinatı ilə olubdur. Elədir. Bu qədər ləyaqətsiz, alçaq adam idi. Buna niyə bu meydan verilirdi? İndi bir nəfər, o cümlədən, bu günədir, indi bir nəfər var ki, çıxsın Ramiz Mehdiyev, deyirsin ki, bu Ramiz Mehdiyev aç, Ramiz Mehdiyevin kitab var. Özü də arxivləşdiribdir, o kitab məndə yox da. Gör nə qədər bu məmləkətdə dövlət xadimi, din xadimi, ədəbiyyat xadimi, incəxanat xadimi, o cümlədən o siz dediyi Sərdar Cəlaloğlu'nun ona yazdığı məthiyə bax. Sərdar Cəlaloğlu Ramiz Mehdiyevlə Heydər Əliyevi müqayisə eləyir. Əbülfəz bəyi müqayisə eləyir və Ramiz Mehdiyevə üstünlük verir. Məmməd Əmini müqayisə eləyir. Ramiz Mehdiyevə üstünlük verir. Harada olub o məqalə? Mən oxumadım. O kitabı da, güya kitabı, onun üstündə biz orada tutaşdıq da şeylərdə. Debatda. Bəli, həmin deyir. Təsəvvür edirlər, onun güya kitabı da, Ramiz Mehdiyevin güya kitabı haqqında deyil də, Şah İsmail Xətai haqqında güya deyirlər. Orada gedin, qaldırın, oxuyun. Söhbət Şah İsmail Xətai'nin, bu deyir ki, mən güya Xətaiyə kimi erməni də Xətaiyə, mən ona Xətai güya bunun idealıdır, bu da Xətai haqqında yazıbdır. Xətaiyə Azərbaycanda təvazökarlıqdan kənar da olsa, mənim qədər dəyər verən, mənim qədər Şah İsmail Xətai'ni sevən, mənim qədər Şah İsmail Xətai'ni ideallaşdıran, bu mənə qarşı niyə düşməsin? Sən nətər erməni, Ramiz... O vaxtda mən deyim, bu kitabı Ramiz yazmayıb axı. Yəni, kim bilmirdi ki, Ramiz o kitabları yazmayıb? Tamam, indi sizin iddianız nədir? Sərdar Cəlaloğlu Ramiz Mehdiyevi mi müdafiə edir və yaxud da ki, dolayısıyla onun həbsinə mi etiraz edir? Nədir sizin iddianız? Yox, burada iki şey var. Fikrinizi bir də mənə deyin. Burada, Semsan, bax, bu prosesdən də ən azı deyir, hər xeyirdə bir şər var, hər şərdə bir xeyir var. Biri var, bu Ramiz Mehdiyev məsələsi açılsın ki, əsrlərlə də bu bəllidir ki, bu adam ömrü boyu Rus imperiyasına xidmət eləyibdir, Rusun manqurtlaşdırdığı adam olubdur və o 5-ci kolon dediklərimizin başında duyan əsas figurdur. Biri var, biz bu açılıbdır. Azərbaycanda bu satqınçılıq, xəyanətlər ifşa edilsin. Yəni, bu təhlükə sovuşsun, çıxarılsın orada. Biri var, iz azdırılsın. Və buradan da, əgər burada da əksinə yanlış istiqamətə gedilsin,
şər böhtan edilsin, kimsə haqlı. Burada mənim gördüyüm odur ki, deyir, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Yəni iz azdırılır. İndi Sərdar Cəlal hansı iz azdırır? Mən deyirəm, əgər burada bax araşdırma, ciddi araşdırma olsa, bir nömrəli şəkildə o biri partiyalardan da kimsə Ramiz Mehdiyevin satın aldığı adamlar bəllidir, deputat mandatı verdiyi adamlar bəllidir, ay paket verdiyi adamlar bəllidir, partiyalar bəllidir. Burada araşdırsan, bir nömrəli Ramiz Mehdiyevlə bağlı çıxan Sərdar Cəlal çıxacaqdır. O xain xofla indi düşüb. Sizin yaxşı argumentiniz, faktınız varmı? Yoxsa siz də belə argument faktım deyirəm. Dolaşan bilgiləri, şayələri mi deyirsiniz? Deyirəm, mən yazını Sərdar Cəlaloğlu'nun o yazı onun hər ay ondan pul alma anlamına mı gəlir? Yox, bütün cəmiyyət bunu bilirdi ki, yəni bütün partiyalara bu günləri o bilirsiniz, mən bu günləri hakimiyyətə də müraciət eləyirəm, fürsətdən istifadə eləyib. Yəni ən azı eyni səviyyədə 14 il Azərbaycana Heydər Əliyev rəhbərlik elədi. Heydər Əliyev vəzifədən çıxarıldı, vurulanda bir nəfər onu müdafiə eləmədi. Bir nəfər o komandadan. Niyə? Çünki ləyaqətsiz adamla Heydər Əliyevi kim müdafiə edir? Hətta Heydər Əliyevin o dövründə işgəncə çəkənlər, məruz qaldı. Çünki ləyaqətli adamlar idi. Bunlar müdafiə elədi. Ancaq Heydər Əliyevin 14 il rəhbərlik etdiyi Kommunist Partiyasından bir dənə nümunə adam onu müdafiə etmədi. Niyə? Çünki ətrafa yığılmışdı yaltaqlar, şəxsiyyətsizlər. Oradan da göstəriş verəndə bunu eləyirlər.